Selamun aleyküm ve rahmetullah əzizlər. Hər bizi xoş gördük. Allahın salamı, salavatı və rəhməti siz əzizlərin üzərinə olsun inşallah. Bugünkü dərsimiz də ölüm düşüncəsi dərsidir. Allah hər birimizi müvəffəq eləsin. Əslində geniş mövzudur, geniş bəhsdir. Bilmirəm nə qədər bu mövzuya giriş eləyə biləcək, aydınlıq gətirə biləcək. Əmir əl-Müminin Əli əleyhissalamın övladı Həzrət İmam Həsən Müctəba əleyhissalama olan vəsiyyətidir. Bismillahirrahmanirrahim. Əleyhissalam buyurur ki, ya bunəyyə, ey oğlum. Mən həmin vəsiyyətin bir hissəsini oxuyum inşallah, onun üzərində müzakirə aparaq. Ya bunəyyə, ey oğlum. أكثر ذكرى الموت وذكرى ما تحتم عليه وتفضي بعد الموت إليه. Buyurur ki, oğlum, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez xatırla. Əmir əl-Müminin Əli əleyhissalam burada bizə böyük dərs verir. Əslində biz belə deyək də, burada dünya və axirət arasında olan bir mübarizədən gedir. Yəni, iki fərqli yolcu var burada və axirət sərmayəsi var. Yəni, dünya yolcuları və axirət yolcuları. Belə deyək, bu dərs əslində, bu dərsin ana xətti, yəni insanın dünyaya baxış bucağı və gələcəyə etdiyi hazırlıq təşkil edir. Yəni, biz axirət üçün nə qədər hazırlıq görürük? Yəni, sərmayəmizi əslində hara yatırmalıyıq və amma biz hara yatırırıq? Belə deyək, əleyhissalam insanları dünya qarşısındakı mövqeyə görə iki qrupa bölür. Və bu dünya sadəcə bir dənə bir tranzit yolu, yəni bir yola, beynəlxalq yol kimi, bir tranzit yolu kimi xarakterizə edir. Dünyanın mahiyyəti uzun yol və çiyindəki yüklər, sərmayəni qabaqcadan göndərmək. Bu üç sistemləşdirilmiş halda, bu üç sistem içərisində biz bu dərsi öyrənməyə çalışacağıq Allahın izni ilə. Birinci budur ki, dünyanın mahiyyəti, biz keçən dərslərdə, ötən dərslərdə demişdik ki, dünya əslində oyun və oyuncaqdan başqa bir şey deyil. Necə ki, hədis və rivayətlərimizdə var. Amma bu o demək deyil ki, biz dünyanı ümumiyyətlə siləyataq. Yox, bu da məzəmmət olunur. Yəni, təcrid olmaq da lazımdır. Çünki bizim axırda gedən yolumuz buradan keçir. Yəni, bu dünyadan keçir. Yəni, biz savabımızda bu da qazanırıq. Yaxşı əməllərin mükafatını da bu da qazanırıq. Səbr etməyin müqabilində, oruç tutmağın müqabilində, haqsızlıqla mübarizə aparmaq, əmr və məruf eləmək, nəhy və münkar eləmək. Yəni, bu hadisələr hamısı bu da baş verir. Yəni, biz bu hadisələrdən puxtələşib, yetişib, bir şəxsə kimi formalaşırıq, bir mömin oluruq, Allaha bəndə olub, sonra biz axirə doğru səfər eləyəcəyik. Burada iki mühüm məsələ var. Bir dəstə haqqı dərk eləyir, ağıllı yolcudur. Başa düşür ki, bu dünya çətindir, imtahandır. Ona görə də yol əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar. Yəni nə? Yəni, belə deyək də, biz dostumuz da olacaq, qohumlarımız da olacaq, yaxınlarımız da olacaq. Biz bunlardan əziyyət də görəcəyik, biz bunlardan aldanma da görə bilərik, biz bunlardan xəyanət də görə bilərik, hamısını görə bilərik. Hətta ən əziz bildiyiniz insanlardan belə. Yəni, həqiqi yolcu odur ki, ağıllı yolcu budur ki, bunları nəzərə alır, ha? Ki, bugün mənim yanımdakı insan məsum deyil, kamil deyil, deyək ki. Yəni, çətinliyi nəzərə alır, bu yolun çətinliyi, ağırlığını bilir və başa düşür ki,
getmək istədiyi o şadlıq mənzilinə, axirətə yol budan keçir. Axirətə yol budan keçir. Yəni insan başa düşsə ki, çətinliklər hamısı gəlib budan keçir, hamısı gəlib budan keçir. Dünyadan təcrid olmaq məsələsi belə deyək də, beynindən çıxardar, ağlından çıxardar. Ki mən niyə dünyadan təcrid oluram ki, mən dəliyəm. Allah mənə ağıl veribdir. Bəli çətindir, bəli sıxıntılıdır, maddi çətinlik olacaq, maddi sıxıntı olacaqdır, mənəvi problemlər olacaqdır, amma bu çətinliklər və sıxıntılar müvəqqətidir. Yəni daimi deyil, belə deyək. Yəni bu müvəqqət çətinliyə mən dözməklə bu sıxıntılara göz yummaqla əslində öz problemi bir növ belə deyə həll eləyəcəm. Bir növ həll eləyəcəm. Bunun nə müqabilində olur? Bu onun müqabilində olur ki, mən başa düşürəm ki, bu çətinlik, bu sıxıntı, bu problemlər, yəni burada əbədi deyil. Bir daha, sanki mesaj budur ki, bizə dünyanı təcrid eləyib da buradan bir dəfəyə canımı götürüm gedim yox məsələsi də olmalı deyil. Bu bir dənə körpüdür, müvəqqəti yerdir ki, istəməsək də belə o çətinliklə dözüb o şadlıq mənzilini qazanacaq. Yəni bütünlüklə dünyadan əl çəkmək də əslində məzəmmət olunur. Yəni nə? Yəni budur ki, biz gərək diqqətli olaq. Əsas bizim belə deyək, əldə edəcəyimiz arzuqa buradan keçir. Əsas əldə edəcəyimiz mükafatlar burada qazanılır. Nə əldə etsək, bu da olacaqdır. Çünki orada nə sədəqə yoxdur, nə orada nəzir yoxdur. Deyək ki, təzədən namaz qılmaq, təzədən dua eləmək, təzədən duaların qəbulu yox. Bu məsələlər orada olmayacaqdır. Ona görə fürsətdir ki, biz bu dünyada bütün bunların hamısını qazana bilək. Əks təqdirdə axirətimiz əldən gedər. Ona görə birinci yolcu budur ki, ağıllı yolcudur. Yəni, dünyanı dərk eləyən yolcudur. Dünyanı dərk eləyən yolcudur. İkinci budur ki, aldanan yolcudur. Elə bilir ki, hər şey budadır. Ancaq yemək üçün yaşayır, ancaq keyfi damaq üçün yaşayır, ancaq əyləncə üçün yaşayır. Yəni, yoxdur, adamın nə bir etiqadı var, nə bir inamı var. Və yaxud da inamı olsa, etiqadı olsa belə o halda deyil, zəifdir, imanı o qədər deyil. Elə bilir ki, elə ancaq buda, hər şey budadır. Hər şey budadır. Elə bilir ki, bu nemətlər həmişə olacaqdır. Bu istəklər həmişə olacaqdır. Bir də ayılır ki, əlində heç bir sərmayə yoxdur. Çünki bütün sərmayəsini, bütün qazancını bu dünya üçün qoydu. Bu da tikdi, bu da yığdı. Yenə də amma səhv salınmasın, ha. Bu elə anlaşılmasın ki, dünyadan təcrid olaq. Yox, əstağfurullah. Yəni biz həqiqi sərmayəmizi axirət üçün yatıraq, dünya üçün yox. Bəli, dünyada gəzək, bir həddə yeyək, bir həddə içək, bir həddə dincələk, istirahət eləyək, yataq, bir həddə halal formada əylənək. Amma bura alidə olmayaq. Bütün ruhumuzla, vücudumuzla bura bağlı olmayaq. Allah demir ki, əstağfurullah, burada sən heç eləmə. Sən sev, ailə qur, iş qur, özdə biznes qur məsəl üçün. Hər nə eləyirsən elə, amma həddi aşma və bura ruhi bağlılığın olmasın. Məsələ budur. Yəni bu səni Allahdan ayırmasın, Allahdan qoparmasın. Bu dünyanın mahiyyətidir. Yəni sınaqdan çıxanlar və aldananlar. İkinci, uzun yol və çiynimizdəki yük. Uzun yol və çiynimizdə yük. Necə eləyək ki, həm azuqa toplayaq, həm də neyniyək? Həm də yükümüz yüngül olsun. Bu necə olsun? Bu necə olsun? Yaxşı da bir yandan deyirik ki, əzizlər, həm azuqa toplayaq, həm də yükümüz yüngül olsun. Axı insan bir şey toplayanda adətən çantası ağır olar. Məsələn, bir nəfər deyir ki, ağırdır, mən qaldıra bilmərəm, mən yol gedəcəm. Yaxşı, necə olsun ki, həm azuqa toplayaq, həm də neyniyək? Həm də yükümüz yüngül olsun. Azuqa topla deyəndə gedəcəyimiz yerə çatmaq üçün bizə lazımi azuqa lazımdır. Lazımınca azuqa lazımdır. Əslində bu azuqa dediyimiz şey maddi deyil, mənəvidir. Yəni yaxşı əməllər, təqva və elmdir.
Əleyhissalam vurğulayır ki, yük də o mənada ki, yükün yüngül olsun. Yəni, əgər gücündən ağır yük götürsən, günah eləsən, boyunda başqalarının haqqı olsa, həddən artıq dünya malı hərisliyi olsa və ya diqqətsizlik, məsuliyyətsizlik, əlavə ağır yüklər, bu bir ara düz gəlir, bir ara bir yerdə olmayacaqdır. Yəni, bu sənin üçün baha baş gələcəkdir. Baxın, biz çox zaman təəssüf ki, çox təəssüflər olsun ki, biz çox zaman nemətin qədrini bilməyəndə elə bildik ki, hə, bu gün dərs olmadı, bu gün kitab oxumadım, bu gün iş görmədim. Elə biləcəyik ki, hə, mən bir yüküm olmadı. Yox, əksinə, sən bu gün bir şeyə biganə yanaşanda yükün çoxalır. Sən bu gün bir şeyə diqqətsiz olanda yükün çoxalır. Sənin bu gün bir şeyə məsuliyyətsizliyin olanda yükün çoxalır. Nəinki hansı yük yığasan əli və qolu. Yox. Əksinə sən öyrəndikcə, təqvalı, imanlı olduqca yükün yüngül olacaq. Bax, məsələ budur, əzizlər. Məsələ budur. Ona görə nə etmək lazımdır? Sərmayəni qabaqcadan göndərmək lazımdır. Yəni nə? Yəni nə? Əleyhissalam bu vəsiyyətində, yəni tutaq ki, ehtiyaclara kömək etmək sadəcə bir yaxşılıq adlandırmır. Məsələn, biz adi nə düşünə bilərik? Kiməsə bir yaxşılıq eləyirik, məsəl üçün dərs öyrədə bilərik, kiməsə bir, deyək ki, bir tikə çörək verə bilərik, kiməsə deyək ki, bir yardım eləyə bilərik pulla və ya başqa şeylə. Bunu yaxşılıq kimi düşünürük. Əslində bu təkcə yaxşılıq deyil. Bunu axirətə yatırım kimi təqdim edir Əleyhissalam. Yəni, biz sərmayəmizi axirət üçün yatırıq. Görürsünüz, yenə də dünya burada bizə vasitədir. O axirət yatımı üçün dünya bizə vasitə oldu. Əgər sənə ehtiyacı olan birini tapsan, onu qənimət bil. Onu qənimət bil. Səhv eləmirəmsə, Həzrəti İmam Baqir əleyhissalam belə bir hədis oxumuşdum ki, ola bilsin yanlış deyərəm, amma təxminən hədisin məğzi bu cür idi. Xoş o insanın halına ki, bir problemi ola, bir çətinliyi ola, yadına filan kəs düşsün. Yadına filan kəs düşsün. Nə gözəldir. Biz nə deyirik? Ayda filan kəs mənə zəng edir. Başa düşürəm, bəzi çətinliklər var, insanın imkanı olmur da. Amma narahat olma, sənin imkanın yoxdursa, amma sən yenə də sevin ki, o səni xatırlayıb, sən onun yadına düşmüsən. Ən yaxşı halda imkansızlığını bildirə bilərsən. Amma nə gözəl ola ki, hə, imkanı olasan da yardım eləyəsən. Xoşsan halı var. Hər bir halda bir nəfər sənin çətinlik xatırlayıbsa, bu gözəl bir haldır. İnsan gözləyən iki dənə son var. Ya behişt, ya cəhənnəmdə əzizlər. Nə qədər ki, ora enməmişik, bir çarə düşünməliyik. Nə qədər behiştə və ya cəhənnəmə enməmişik, bir çarə düşünməliyik. Bir yol tapmalıyıq. Qədim şərq ədəbiyyatında bir dənə hekayə var. Çox ibrətamiz hekayədir. Olsun ki, bunu bir çoxlarınız eşitmişsiniz. Ola bilər ki, bir çoxlarınız bunu dinləmişsiniz hansısa minbərdən, kitabdan. Olsun ki, bu hadisə bəlkə də həyatda olmayıb, amma bu da bir ibrətamiz hadisə. Deməli, bir xalq var, bir millət olub, xalq olub. Bunlar hər bir ildən bir öz, belə deyək də, padşahlarını dəyişirlərmiş. Çox qəribə adətləri var bu xalqın. Çünki qədim zamanlarda olub, bir dənə şəhər olubdur. Məsələn, bir nəfər gətirirlər, camaat özü hakim qoyur, yəni padşah qoyur. Bir ildən sonra onu taxtdan salırlar. Uçsuz bucaqsız bir səhra kimi yer olur. Yəni isə bir su kənarı kimi bir yer olur. Xülasə, orada heç nə yoxdur. Yəni, nə meyvə var, nə əkin biçim var, nə deyək ki, mal-qara var. Heç nə, susuz bir yerdir. Bir səfalət içində olan bir yerə göndərirlərmiş. Belə bir qəribə adətləri var. Deyir, bir gün çox ağıllı, imanlı və təqvalı bir cavanı gətirir bu şəhər cəmaatı. Şəhərə bunu hakim qoyurlar, padşah qoyurlar. Bir ilin tamamında öz yenə adətlərinə bu cəmaat əməl edir, bunu taxtdan salırlar və bunu yola salmağa gedirlər. Görürlər ki, bu cavan oğlan üzündə bir təbəssüm var, gülümsəmə var, bir sevinç var.
Camaat deyir ki, sən niyə toy bayram eləyirsən? Axı biz səni səfalət üçün olan bir yerə göndəririk. Niyə sevinirsən? Səni o dəhşətli adaya göndəririk deyək ki. Bu gənc çox müdrik və ağıllı idi. Deyir, mən padşah olduğum ilk gündən bəri bilirdim ki, bu da mənim səltənətim müvəqqətidir. Ya mən sizə nə qədər də yaxşı olsam, mən sizə nə qədər də hər kim olsam, yenə mənim sonum belədir. Yəni siz məni o səfalət üçün yerə göndərəcəksiniz. Ona görə mən nə etdim? Bu bir il ərzində ora insanlar göndərdim, ora əkinçilər göndərdim. Orada özüm üçün bir yer qurdum, şərait qurdum, bir əkin-biçin düzəltdim, ora ərzaqla təminlədim. Bağbanlar, ustalar, memarlar göndərdim ki, oranı abadlaşdırsınlar. Hətta orada ərzaq anbarları qurmuşam. Ona görə siz əslində məni öz istədiyim yerə göndərdiniz. Mənim üçün sevincli olan bir yerə göndərdiniz. Baxın əzizlər, bizim də axirətdən bağlı düşüncələrimiz bu olmalıdır. Dünyanın çətinliyi var, bəli, tamam qəbuldur, müharibələrdir, xoşagəlməz hadisələrdir, təlatümlərdir, qısqanclıqlar, nə bilim, fitnələr, şeytanpərəst insanlar, qeybət, yalan, şər, böhtan, bunlar dünya üçün xarakterik məsələlərdir. Biz istəsək də, istəməsək bəzən, elə bəzən yox da həmişə biz bu tip insanlarla, bu tip cəmiyyətlə biz yaşamağa məcburuq. Niyə? Axirətimizi qazanmaq üçün. Bəzən insan heç xoş olmayan bir qohumla, bir şəxslə qohumdur və birlə qonşudur və birlə bir yerdə işləyir ki, heç insanı keyfiyyətli olmayan bir adamdır. Bundan məcburdur yola getməyə. Amma sonu var da, sonda nə var? Sonda o sevinç, şadlıq mənzili var, axirət mənzili var. Allah'a görə öz izzət cəlalına Allah axır aqibətimizi bir xətmi xeyirləsin, dünyamızı salamətləsin. Bir daha vurğuluruq, dünyadan təcrid olunmaq da məzəmmət olunan məsələlərdən. Tam dünyadan təcrid olmaq olmaz. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər və al Peyğəmbər salavatla yad edik. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil ərəcəhəm.